HPV testimiz pozitiv çıxıbsa, bizdə xərçəng varmı sualı ilə tez-tez qarşılaşırıq. Panikaya düşmək qətiyyən lazım deyil. HPV-nin pozitiv olması sizin xərçəng olduğunuz anlamına gəlmir. Sadəcə olaraq HPV pozitiv olan qadınlar dinamik müşahidədə olmalıdırlar. Sitoloji testlərini verməlidirlər, ehtiyac olarsa kolposkopiya olmalıdırlar. Unutmayın ki, HPV istənilən cinsi həyatı olan qadının 80% qadınların bir HPV həyatında bir HPV yoluxması müşahidə edilir və əksər hallarda immun sistemi möhkəm olarsa, orqanizm özü bu virusu orqanizmdən ata da bilər. Ona görə panikaya düşmək lazım deyil. HPV nə zaman ciddi fəsadlar yaradır? Əgər orqanizmdə uzun müddətli HPV qalarsa və xəstə müayinə olunmazsa, uşaqlıq boyununda zədələnmələrə və bu zədələnmələr, displaziyalar deyirik bunlara, bu zədələnmələr də uzun müddət nəzarətsiz qalarsa, xərçəngə gətirib çıxarda bilər. Ona görə də mütləq şəkildə birinci panikaya düşmürük, ikinci müayinələrimizi vaxtı-vaxtında icra edirik. HPV xərçəng demək deyil, yəni mən HPV-yəmsə 100% xərçəng olacağım anlamına gəlmir. Sadəcə olaraq bir xəbərdarlıqdır ki, vaxtı-vaxtında müayinə olunub, diqqətli olaq. Sağ olun.